Təkmilləşdirmə kursları Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Təhsil və Mədəniyyət şöbəsi tərəfindən maliyyələşdirilib. Bələdiyyə işçilərinin bəziləri ilə görüşüb, səfər təəssüratlarını öyrəndik. Səfər zamanı biz Amerikanın bir neçə şəhərlərində, o cümlədən New Yorkda, Washingtonda, Pensilvaniya ştatının paytaxtı Harrisburg şəhərində, Bethlehem şəhərində və Atlantic City şəhərlərində səfərlərdə olduq. Bütün bu şəhərlərin, deməli, şəhər təsərrüfatından məşğul olan bütün sahələrində bizim görüşlərimiz keçdi. Hesab edirəm ki, bizim Amerikada öyrəndiyimiz, təcrübə mübadiləsində öyrəndiyimiz bir sıra məqamları məhz bizim şəhərimizin də inkişaf etməsində tətbiq edə biləcəyik. Bu, bələdiyyə üzvləri qarşısında duran ən əsas məqsədlərdən biridir. Əlbəttə, yerli özünü idarə orqanları, yerli dövlət orqanları ilə birgə çalışmaqla. Bizdə yaranan bələdiyyələr isə, yəni müqayisə etdikdə təzə yaranan qurumdur. Sözsüz ki, onun problemləri var. Hələ bələdiyyələrin o dərəcədə də öz funksiyalarını yerinə yetirmək imkanları məhduddur. Yəni bu sahədən biz orada öyrəndiyimiz praktika doğrudan da bizim gələcək bələdiyyələrin inkişafına böyük təkan verəcəyinə mən ümid edirəm. Görüşlərin sonunda bələdiyyə işçilərinə kursu bitirməklə bağlı sertifikatlar təqdim olunub. Onu da qeyd edək ki, yaxın gələcəkdə digər regionlardan da Amerikaya nümayəndə heyəti yola salınacaq. Ceyhun Səfərov, Vaqif İbrahim Xəlil, Xəbər Plus.